eline vurursunuz, uzunluğu da uzunluğuna vurursunuz. Yani böyle olsa da, yani eline vurursunuz, uzunluğu da uzunluğuna vurursunuz. Alınan cevapları üstə gəlsiniz, məsələn, bizə 6 metrdən 6 metrə bir yaxşı, məsələn, 6 dəfə 6 36-dır, 8 dəfə 8 64, o saltın 64 gəlsən, 100 olur, kök altına salsan 100'ü, aldığın cevap 10. Yəni burada da 3 metr, 4 metr, 5 metr isə, yəni 3'ün üstünə 3 gəlirik, 3'ün üstünə vururuq, 4'ü də vururuq 4'ə, alınan cevapları 3'ü vururuq 3'ə, 4'ü də 4'ə vururuq, alınan cevapları üstə gəlirik, 25, 25 salsan kök altına, kök altında dedik 5, mesela 50 metre, 5 metre, 5 santim. Yani sizde evin ölçüleri fərqli ola bilər. Yəni fərqi yoxdur. Yəni səndə məsəl üçün 2 metrənin 1 metrə ola bilər, məsəl bir yer, və yaxud da şimdi belə də 2 metrənin 10 metrə ola bilər, 4 metrənin 6 metrənin 10 metrə belə deyək otağın ola bilər. Onun elinə vurursan, uzunluğuna vurursan, alınan cavabları üstə gəlib, kök altına salsan, kök altdakı cavab nəticə onu